Deməli, mən canlını bağladım, yenidən qoşuldum canlıya. O dərsi böləcəm yəqin ki hissəyə də. Eybi yox. Deməli, düzgün altıbucaqlıda xaricə və daxilə çəkilmiş, düzgün altıbucaqlıda xaricə və daxilə çəkilmiş çevrələrin radiusları düsturu. Düzgün altıbucaqlı bilirik də, bax bu şəkildə. Belə bir fiqurdur. Bütün tərəflər bir-birinə bərabər və tərəf olsun A. Düzgün altıbucaqlının, bax indi qeyd edirik burada, düzgün altıbucaqlının xaricinə, daxilinə çəkilmiş çevrələrin radiusları düsturu. İlk öncə, birinci, tərəfi A olan düzgün altıbucaqlıda xaricə çəkilmiş çevrənin radiusu elə tərəfin özünə bərabərdir. Yəni, R bərabərdir A-ya. Aydın oldu. Düzgün altıbucaqlının tərəfi A-dırsa, onun xaricinə çəkilmiş çevrənin radiusu tərəfə bərabərdir. Bu bir. İkinci. Daxilə çəkilmiş çevrənin radiusunun düsturu. Tərəfi A olan düzgün altıbucaqlıda daxilə çəkilmişin radiusunun düsturu, bax budur, R bərabərdir A kökdə 3 böl 2. Aydın oldu. Bu iki düsturu öyrənib, əzbərləyib yadda saxlayırıq. Tərəfi A olan düzgün altıbucaqlıda xarici çəkilmiş çevrənin radiusu A-dır, yəni tərəfə bərabərdir. Daxilə çəkilmişin radiusu A kökdə 3 böl 2-dir. Bu düstur bizə tanışdır. Bərabər tərəfi üçbucağın hündürlüyü. Aydın oldu. Məsələn, sadə bir məsələ ilə başlayaq da. Deyirəm ki, tərəfi 6 santimetr olan düzgün altıbucaqlının söhbət gedir düzgün altıbucaqlıdan xaricə çəkilmiş çevrəsinin radiusunu deyir tapın. Bir də ikinci daxilə çəkilmiş çevrəsinin radiusunu tapın. Uşaqlar, ekranları bəyənək də. İnandırım sizi ki, işıq kartımız qutardı. Gördünüz, internetdə qaldı. Gelib yenidən yüklədim, buldum ki, mən bu canlı yayını bitirməliyəm də. Bunu da edirəm. Bir dənə bəyənmə nədir? Tərəf 6 santimetr. Deməli, bizə nə verilib? A verilib də. A bərabərdir 6 santimetr. 6 santimetr. İndicə qeyd etdik. Tərəfi A olan düzgün altıbucaqlının xaricinə çəkilmiş çevrənin radiusu düsturu nədir? Tərəfə bərabərdir. Aydın oldu. Düzgün altıbucaqlının tərəfi verilibsə, xaricinə çəkilmiş çevrənin radiusu tərəfdir. Yəni, R bərabərdir 6. Vəssalam. İkinci, kiçik R-i tapaq. Kiçik R bərabərdir. A kökdə 3 böl 2-dir axı. A neçədir? 6 olacaq. 6 kökdə 3 böl 2. Bu da bizə verdi 3 kökdə 3. Aydın oldu dediyim. Bu da belə. Öyrəndik, qutardı getdi. Düzgün altıbucaqlı tərəf A-dırsa, xarici çəkilmişin radiusu, daxilə çəkilmişin radiusu. Bunu da bitirdik sizlə. İndi bir məsələ var uşaqlar. Ona da biz xüsusi baxaq. İndi mən baxacam da bu canlı yayını bundan əvvəlkisi işıqlarımız söndü. Biz yenidən qoşulduq. Ola bizim ya montaj edib birləşdirəcəm, ya da bir ikinci hissə kimi. Orada sonuncu şəkil var. Ya belə qalmışam, donmuşam orada. Necə alındı da mənlik deyil. Sizə dərsin izahı lazımdır. Nəyə lazımdır? Belə qaldım, elə qaldım. Salam. Belə. Deməli, biz uşaqlar düzgün üçbucaqda da, yəni bərabər tərəfli üçbucaqda, düzgün dördbucaqda, yəni kvadratda və düzgün altıbucaqda da xaricə, daxilə çəkilmiş çevrələrin radiuslarının düsturlarını dedik və onlara aid bəs qədər də sizinlə məsələ yazdıq. Siz topluda bir dənə məsələ yazaq, qoy biraz da belə deyim də. Məsələn, topluda belə bir məsələ var, diqqət. Yazın bunu, sonra keçərik. Nə deyirdim ona? Perimetri 24 cm olan 30 nömrəli çalışma. Perimetri 24 cm olan, yəni P bərabərdir 24 cm.
olan düzgün altıbucaqlının. Söhbət gedir burada düzgün altıbucaqlı. Altıbucaqlı. Daxilinə çəkilmiş çevrənin radiusunu deyir tapın. Bu topluda olan məsələdir. Diqqət. Perimetri 24 cm olan düzgün altıbucaqlının. Söhbət burada gedir düzgün altıbucaqlıdan. Sən də belə deyək də yavaş-yavaş, özünü itirmədən, aramla, tələsmədən nə yazırsan? R bərabərdir, indicə qeyd etdik. Tərəfi A olan düzgün altıbucaqlının daxilinə çəkilmiş çevrənin radiusu nədir? R bərabərdir A kökdə 3 bölü 2. Düstur budur da. Deməli, sənə burada nə lazımdır? Tərəf lazımdır da. Elə deyil mi? Tərəfi də perimetrdən tapa bilərik. Tərəfi A olan düzgün altıbucaqlının perimetri P bərabərdir 6A-dır. 6 tərəfi vardır. 24 bərabərdir 6A, A bərabərdir 4. Biz bunu tapdıq. Qayıdıram bura. A-nı tapmışam, axı qayıdıram bura, evdə yerinə yazıram. 4 kökdə 3 bölünsün 2. Bu da bizə verdi 2 kökdə 3 sığmı. Aydın oldu dedim sizə. Bax, bunu da sizə çatdırdım. Belə bir məsələ var idi, bunu da dedim. Belə uşaqlar, bayaq dediyim kimi, düzgün üçbucağın, kvadratın, altıbucağının xaricinə, daxilinə çəkilmiş çevrələrin radiusların düsturlarının hamısını dedim sizə. Və nəinki dedim, insafla danışıq. Ona bəs qədər də məsələ yazdım ki, siz onları bilsəniz, sizə nə bilim, blok, buraxılış, bu OTK sınavlarında çox lazım olar və sizin heç birinizin bir problemi olmaz. Bir hala da xüsusi toxunmaq istəyirəm, çünki bu da var, bunu da bilməliyik. Bayaqdan yazdıqlarımız radiuslarla radiusun tapılmasıdır. Yəni, tərəf verilsə, radiusun tapılması. İndi isə radius veriləndə tərəfin tapılması. Düzdür, bunu öyrənməsən də olar. Siz deyirsiniz ki, əvvəlki düsturu bilirik də, haqlısınız. Amma çox istifadə olunur deyə bilmək məqsədə uyğundur. Yəni, lazım olmasaydı mən deməzdim. Fikrim çatdı. Bax, birinci üçbucaqda, düzgün üçbucaqda tərəflə xarici və daxili çəkilmiş çevrənin radiusları düsturu. A bərabərdir. R kökdə 3. Bir də A bərabərdir 2R kökdə 3. Bu bir. Düzgün üçbucaqda, salam. Düzgün üçbucaqda A bərabərdir R kökdə 3'dür. Bir də A bərabərdir 2R kökdə 3'dür. Xarici çəkilmişlə daxilə çəkilmiş arasında əlaqə. Sonra gəlir ikinci. İndi bunlarla bağlı möhtəşəm məsələlər var. Özünüz də görərsiniz. Yəni, yan keçməyə bundan. İkinci nədir? Kvadratla bağlı. Yəni, düzgün dördbucaqlı ilə bağlı. A bərabərdir R kökdə 2'dir. Bir də A bərabərdir 2R. Yəni, düzgün dördbucaqlıda, yəni kvadratda tərəfin xarici çəkilmişlə radiusunla bağlı düsturu. Bu da A bərabərdir R kökdə 2. Daxilə çəkilmişlə 2R. Üçüncü, düzgün altıbucaqlıda. Diqqət. Düzgün altıbucaqlıda. Düzgün altıbucaqlıda A bərabərdir R'dir, böyük R'dir. Bir də A bərabərdir 2R kökdə 3 bölünsün 3. Bax, bu şəkildə. Aydın oldu. Düzəlir. Olur hərdən. Bu oldu belə. 3'də 2, R kökdə 3. A bərabərdir 2R kökdə 3 bölünsün 3. Belə də deyirlər. Deməli, bu oldu düzgün üçbucaqda. Bax, bu düstur, öyrənib yadda saxlayırsan. Bu düzgün dördbucaqlıda, bu da düzgün altıbucaqlıda. Bunları silirəm. Bunlarla bağlı indi məsələlər yazacağım, özünüz də görərsiniz. Uşaqlar, ekranları bəyənərək o canımız qalxsın. Onları əzbərləmək lazımdır. Lazım deyil, amma həm də lazımdır. İnanmırsan, indi məsələlər yazacağım, görərsin. Amma əzbərləməsən, gərək əvvəl yazdırdığım düsturlar var idi.
onlara görə təzədən qaydasan. Deyəcəm, əzbərləməsən də olar. Yəni, indiki yazdığım düsturlar var. Əzbərləməsən də olar. Amma əzbərləsən yaxşıdır. Funksiya keçirilib, bəli, YouTube kanalına da yerləşdirilib. Yenə də mən bayaq əvvəldə qeyd etdim, dedim, o düsturları da tapmaq olar. Amma bunu da bilsən yaxşı olar. Belə də ki, canlı sağ olsun. Məsələn, bax, kvadratla bağlıdır. 12-ci məsələ. Deyir ki, kvadratın xaricinə çəkilən çevrənin radiusu 3/2-dir. Yəni, böyük R bərabərdir 3/2. Kvadratın tərəfini tap. A bərabərdir suala. Söhbət burada gedir kvadratdan, yəni düzgün dördbucaqdan. Yenə deyirəm, bu ikinci yazdırdığım düsturları haqlısınız. Öyrənməsəz də olar, amma öyrənsəz də yaxşıdır. Elə bir ki, bir şeyi etmək, etməsən də olar. Etməsən sənə heç bir problem yaratmır. Amma etməyin yaxşıdır, əlbəttə edərsən də. İndicə qeyd etdik. Deyir ki, tərəf radiusu xaricinə çəkilmiş, çevrənin radiusu 3/2 olan kvadratın tərəfini tapın. Kvadratın tərəfinin xaricə çəkilmişin radiusu ilə bağlı düsturu R/2-dir də indicə qeyd etdik. R/2. R-in yerinə 3/2 yazacağım. 3/2 bu kökdə 2. 3 dəfə 2. 6 sm. Bu belə. İndi iki dənə məşhur məsələ tipi var. Onları qeyd etmək istəyirəm burada. Özünüz də görərsiniz və görərsiniz ki, bu düsturları öyrənmək yaxşıdır. Hər gün canlı açırsınız, demək olar ki, bəli. Bir gün belə, bir gün elə olur, amma bacardığım qədər də. Məsələn, bax, burada var idi. %47. Nə deyir 47-də? Deyir ki, tərəfinin uzunluğunun xaricinə çəkilmiş çevrəsini, düzgün çoxbucağlının xaricinə çəkilmiş çevrənin uzunluğunun, onun tərəfinin uzunluğuna nisbəti 2π-dir. Çoxbucağlının neçə tərəfi var? Diqqət. Düzgün çoxbucağlının xaricinə çəkilmiş çevrənin uzunluğunun, C xaricinə çəkilmiş çevrəsinin uzunluğunun, onun tərəfinin uzunluğuna nisbəti, yəni aya nisbəti 2π-dir. Çoxbucaqlının neçə tərəfi var? Çoxbucaqlının neçə tərəfi var? Bu qəşəng məsələdir. Çox məşhur məsələdir. Bu düzgün çoxbucaqlılar dərsi ilə bağlı. Görsənə nə deyir? Deyir ki, hər hansı bir düzgün çoxbucaqlıdır. İxtiyari çoxbucaqlı deyil. Düzgün ixtiyari çoxbucaqlıda problem olacaq. İxtiyari bir çoxbucaqlı deyir, bunun xaricinə çəkilmiş çevrəsinin uzunluğunun, yəni C xarici çəkilmiş, fərqlənmək üçün mən yazdım da. Tərəfə olan nisbəti, aya nisbəti 2π-dir, deyir, o neçə tərəflidir və yaxud neçə bucaqlıdır. Bax, bayaq dediyim düstura gəlib çıxarıq, o bizim karımıza çatır. Sən əvvəl nə edirsən burada? Heç nə. Buradan C-ni tapaq. Buradan C xarici çəkilmişin radiusu nəyə bərabərdir? 2πA-dır. Bundan razıyıq yəqin ki. Aydın oldu. C xarici çəkilmiş 2πA-dır. Bu xarici çəkilmişin düsturu, çevrənin uzunluğu 2π-dir. Xarici çəkilmiş olduğuna oradakı R var, xarici çəkilmişin radiusudur. Olacaq 2π böyük R bərabərdir 2πA-ya. Bax, buradan 2π'lər getdi. R bərabərdir A. Burada tangensə falana ehtiyac yoxdur. R bərabərdir A. Hansı düzgün çoxbucaqlıda xaricə çəkilmiş tərəfə bərabərdir? Yalnız düzgün altıbucaqlıda. Elə deyilmi? Vəssalam, cavab neçə tərəfi var? 6 tərəfi var. İndi birini də yazıram buna aid. Buna aid birini də yazıram. Tangesdən bağlı düsturun zəhmət olmasa deyəcəm. İndi bundan sonraki dərsimiz odur. İndi buna bir məsələ də var. Onu da yazım.
Sonra o düsturlara toxunacağam. Sinusla bağlı, tangeslə bağlı. Deyəcəm, biraz səbirli olaq. 48. 48. 48-də nə deyir? Tərəfin uzunluğunun xarici çəkilmiş çevrəsinin uzunluğuna nisbətən köklü 3 bölü 2 pi olan düzgün çoxbucaqlı neçə tərəf var? Tərəfin uzunluğunu, yəni tərəf A-dır. Tərəfin uzunluğunun xaricinə çəkilmiş çevrəsinin uzunluğuna nisbəti C xaricinə çəkilmiş. Kökdə 3 bölünsün, kökdə 3 bölünsün 2 pi olan düzgün çoxbucaqlının neçə tərəfi var? Düzgün çoxbucaqlının neçə tərəfi deyir var. Burada da eyni qayda, eyni söhbət. Nə edirik? A'ya dəymirəm. A'ya dəymirəm. Xaricə çəkilmişin radiusu 2 pi xarici çəkilmişin radiusu olacaq. 2 pi böyük R bərabərdir kökdə 3 bölünsün 2 pi. Bu hər tərəfdən 2 pilər gedir. Görə bilirik burada. Gedirsə A olur R kökdə 3. Buradan A-nı tapsam A bərabər 1-dir. R kökdə 3. A bərabər olur R kökdə 3. Bayaqları qeyd etdim. Bu hansı düzgün çoxbucaqlıda A bərabərdir R kökdə 3-dür. Ona görə qeyd elədim ki, bu düsturları siz bilin ki, bizim karımıza gəlir. Yəni, o lazım olmasaydı mən deməzdim. Lazımdır ki, deyirəm. Bax, burada. A bərabərdir R kökdə 3. Hansı çoxbucaqlıda, düzgün çoxbucaqlıda A bərabərdir R kökdə 3-dür? Əlbəttə ki, bərabər tərəfi 3 bucaqdır. Qurtardı, getdi. Bərabər tərəf neçə tərəfi var? 3 tərəfi var. Vəssalam. Məsələ bağlandı. Belə. Bunu da qeyd etdim sizdən. Deyildi sizə. İndi isə gəlir düzgün n bucaqlıda tərəflə bucaq münasibətləri. Orada daxilə çəkilmiş, xarici çəkilmiş çevrənin radiuslarının düsturları da var. Yox, qalsın növbəti dərsdə deyəcəm. Məncə qalsın, onun üçün də bir canlı yayını ayıracam. Yoxsa belə qarışıq olacaq. Saxlayın burada canlı yayını. Çünki o biraz ağır dərsdir. Onun üçün xüsusi ya sabah, ya başqa bir vaxtda orada düsturlar var, onunla bağlı məsələlər var deyəcəm. Belə.